Peyğəmbərimiz sallallahu aleyhi və səlləm həmd bayrağını daşıyacaq. Bu, həqiqi bayraqdır ki, qiyamət günü onu ancaq Peyğəmbərimiz sallallahu aleyhi və səlləm daşıyacaqdır. Allah bu xüsusiyyəti ona yalnız ona görə nəsib etmişdir ki, o Allahı heç kimin tərif etmədiyi şəkildə həmd-i səna ilə tərif etmişdir. Bunu bəzi elm əhli də bildirmişdir. Sünnədə də bu əzəmətli xüsusiyyətə dair dəlillər vardır. Əbu Səid el-Xudri, Allah ondan razı olsun, Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyi rəvayət etmişdir. Qiyamət günü mən Adəm övladlarının seyyidi olacağam və əlimdə həmd bayrağı olacaqdır. Lakin mən bununla lovğalıq etmirəm. Həmin gün Adəmdən bəri bütün Peyğəmbərlər mənim bayrağımın altında duracaqlar və qiyamət günü yer ən birinci mənim üçün yarılacaqdır. Lakin mən bununla lovğalıq etmirəm. Peyğəmbər sallallahu aleyhi və səlləm cənnətdə uca bir dərəcə olan və yalnız bir nəfərə verilən vəsilənin sahibidir. Qeyd edək ki, vəsilə cənnətin ən uca yeridir. Abdullah ibn Amr ibn Asdan, Allah ondan razı olsun, Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyi rəvayət olunur. Müəzzinin azan verdiyini eşitdiyiniz zaman onun dediklərini təkrar edin. Sonra mənə salavat oxuyun. Hər kim mənə bir salavat oxuyarsa, Allah ona bunun sayəsində onunu yetirər. Sonra Allahdan mənim üçün vasitəçilik haqqı diləyin. Çünki vasitəçilik cənnətdə Allahın qullarından yalnız birinə məxsus olan bir məqamdır. Ümid edirəm ki, o qul mənəm. Hər kim mənim üçün Allahdan vasitəçilik haqqı diləyərsə, şəfaətimə nail olar. Peyğəmbər sallallahu aleyhi və səlləm bu kimi bir çox xüsusiyyətlərə və üstünlüklərə malikdir ki, bu da onun həm bu dünyada, həm də axirətdə Rəbbi yanında uca məqamda və yüksək dərəcədə olduğunu göstərir.